Əziz şagirdlər, tələbələr, müəllimlər və izləyicilər. Deməli, biz bugün Dövlət İmtahan Mərkəzinin informatika fənni üzrə 20 variant sınağının 3-cü sınağını, yəni modelləşdirmə bölməsini izah etməyə çalışacağıq. Başlayaq suallara, ilk suallardan başlayaq. Birinci sualda deyir ki, qonşuluq siyahısına görə qrafın tillərinin sayını müəyyən edin. Qonşuluq siyahısına görə qrafın tillərinin sayını müəyyən edin. A təpəsinin qonşu təpələri ABDC yazılıb. Əgər özü yazılıbsa, bu deməkdir ki, bu təpədə ilgək var. İlgək nəyə deyilir? Qrafın təpəsindən çıxıb özünə qayıdan tilə deyilir. Və ilgəklər də til sayılır. Ona görə burada var A, A'dan var B'yə yol, A'dan var D'yə yol. A'dan var C yol. Aha, C yol var. B'dən A'ya və C'yə yol var. Aha, bunu da birləşdirdik bura. C'dən ACDB'yə yol var. Göründüyü kimi C'dən özünə yol var. Yəni ilgəyi var. A'ya var. Əlaqəsi var artıq. C'dən D'yə var. Onu da qeyd edək. C'dən B'yə var. Artıq qeyd olunub. D'dən isə A'ya və C'yə var. Bu da artıq qeyd olunub. İndi gəlin sayaq. 1, 2, 3, 4, 5 və burada ilgəklər var. 6 və burada C təpəsində ilgək var 7. A və C təpəsində ilgəklər var. Ona görə 7 til olar. Yəni, uyğun variant B variantı. Keçək ikinci suala. A təpəsindən G təpəsinə, Y təpəsindən keçməklə gedən müxtəlif yolların sayını müəyyən edin. Keçməklə deyir. Əgər burada keçməklə deyirsə, onda bunu bir qədər yaxınlaşdırım, yaxından baxaq buna. Y təpəsindən keçməklə deyirsə, nə etmək lazımdır? A'dan C'yə doğru gedərkən, Y-ni keçən zaman paralel yolları saymayacağıq. B'yə 1 yazırıq, çünki B'yə 1 yol gəlir. Artıq C'yə həm B'dən, həm A'dan yol gəlir. Buraya 2 yazırıq. Keçirik Y təpəsinə. C'dən 2 yol gəlir və A'dan 1 yol gəlir. Onda Y 3 olar. Keçirik D təpəsinə. D təpəsinə Y'dən 3 yol gəlir. Amma C'dən də 2 yol gəlir. Lakin C'dən gələn 2 yol Y'dən keçmədiyinə görə ləğv olunur. Ona görə də biz D'yə 5 yox, 3 yazırıq. Çünki Y'dən gələn ancaq 3'dür. C'dən gələn yol Y'dən keçmir. Ona görə onu saymırıq. İndi isə F'ə baxırıq. F'ə Y'dən 3 yol gəlir, D'dən də 3 yol gəlir. Onda F 6 olur. İndi isə C'yə baxırıq. 3 yol D'dən, 3 yol Y'dən, 3 yol D'dən, 3 yol Y'dən, 6 yol da F'dən. Yəni 3 plus 6. O da bərabərdir, 12 yol olur. Keçək 3-cü suala. 3-cü sualda deyir ki, 1, 3, 5 rəqəmlərindən təşkil olunmuş bütün 3 rəqəmli ədədlər ağac modeli ilə ifadə olunarsa, bu modelin sonuncu səviyyəsində olan təpələrin sayını müəyyən edin. 1 və 3 rəqəmləri təkrarlanmır. Belə başlayaq. Əgər yüzlük mərtəbəsinin vahidini 1 qəbul eləsək, onda onluq nə ola bilər? Ya 3 ola bilər, ya 5 ola bilər. Çünki 1 təkrarlanmır. Əgər 1, 3 ilə davam eləsək, onda 3 də təkrarlanmır, bu yalnız 5 ola bilər. Və 1, 5 götürsək, 1, 5, 3 ola bilər. 1, 5, 3 ola bilər. Amma 1, 5, 5 də ola bilər. Çünki 5 təkrarlana bilər. 1 və 3 təkrarlanmır sadəcə. Aha. Vəssalam. 1 ilə başlayanlar bitdi, yəni. Yüzlü 1 olarsa ancaq bu variantlar mümkündür. Və sonuncu səviyyədə 5 var, 3 var, 5 var. Yəni burada biz 3 cür variant aldıq. Keçirik 3 yazırıq bura. 3 ilə başlaya bilər. 1 ilə davam eləsin. 5 ilə davam eləsin. 3, 1, 5 ola bilər. 3, 5, 1 ola bilər. 3, 5, 5 ola bilər. Burada da 3 variant əldə elədik. Aha. İndi isə keçək yüzlük mərtəbəsinin vahidi 5 olan hala. Belə olsa, 5 olsa, 5 təkrarlana bilər.
Bura 1. Onluq mərtəbəsindən 1 də, 3 də, 5 də ola bilər. Hər 3 ola bilər. 1 olarsa 5, 1, 5. 5, 1, 3. 5 və 3 ola bilər. 5, 3, 5. 5, 3, 1 ola bilər. Burada da bu hallar var. 5, 5, 1. 5, 5, 3 ola bilər. Burada da yenə də 2 hal meydana gəldi. Ümumi hallara nəzər salsaq, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, deməli, sağ tərəfə fikir verək. Deməli, 1, 3, 5, 1, 5, 3, 1, 5, 5, doğru. 3, 1, 5, 3, 5, 1, 3, 5, 5, bu da doğru. 5, 1, 5, 5, 1, 3, sonra 5, 3, 5, 5, 3, 1, 5, 3, 5, 5, 3, 1, əla. Keçdik sonuncu varianta. Bu sağ tərəf bir qədər görsənmir. Bunu buradan bir qədər təmizləyək yüngül və yenidən qeyd edək. Yenidən qeyd edək bu hissəni. Deməli, indi olacaq 5 yüzlük mərtəbəsinin vahiddir. 5 də onluq mərtəbəsinin vahidi olsa 5, 5, 1, 5, 5, 3, 5, 5, 5. Yəni 7 halda burada yarandı. 6 hal, 1-dən 3 hal, 3-dən 3 hal, 5-dən isə 7 hal. Ona görə də cəmi 13 hal mümkündür. Uyğun variant C variantı olacaq. Keçək növbəti suala. 4-cü sual. Verilmiş qraf modelinin qonşuluq siyahısını müəyyən eləyin. Cavab variantlarla da yoxlama olar. Bir-bir özümüz də yaza bilərik. Yəni, məsələn, özümüz siyah tuturuq buradan. A üçün nə yazırıq? A-nın birbaşa nə əlaqəsi var? Hansı tipə əlaqəsi var? B var. Y var. S var. A-nın B var. Y var, S var. Vəssalam, bitdi. B-yə baxırıq. A-ya var. S-yə var. D-yə var. Y-yə var. C üçün yazırıq. C üçün yazırıq. C üçün yazırıq. A var. D var. B var. A, B, D. A, B, D. F də olacaq. F də olacaq. C-də. D üçün yaza bilərik. CB, CB, D üçün yaza bilərik. CB, Y, CBY. Y üçün yaza bilərik. A, D, F, A, B, D, F. Y üçün bunları yaza bilərik. Və nəhayət F üçün yaza bilərik. YC. YC. A-ya uyğundur BYC, B-yə uyğundur ACDY, C-yə uyğundur AFDB, D-yə uyğundur CBY, Y-yə uyğundur ABDF və F-ə də uyğundur YC. Yəni, elə göründüyü kimi A variantı bu şərti ödəyir. Yəni, bu sual variantlarla da yoxlama olar təbii ki, amma qonşuluq, açıq sual kimi qonşuluq matrisinin qurulması tələb olunursa, bu şəkildə yerinə yetirmək olar. Keçdik 5-ci suala. Verilmiş qonşuluq matrisinə uyğun qrafı müəyyən edin. Burada birlərin olması əlaqənin varlığını göstərir, sıfırların olması əlaqənin olmadığını göstərir. Bu qraf baş diaqonala görə simmetrikdirmi? Baş diaqonala görə, yəni sol yuxarı küncdən sağ aşağı küncə doğru, yəni bu şəkildə biraz sərgəs olur. Bu şəkildə bir simmetri olmalıdır. Bunu bu şəkildə
Bir qədər təmizləyək bu şəkildə. Və gəlin bunun qrafini quraq. A'dan bunu bir qədər təmizləyək. Aha. A. Hara yol var? B var, D var. B. D. B'dən hara yol var? A'ya CD, F'e yol var. CD, F'e yol var. F'e yol var. C'dən Y'ye yol var. D'dən YF yol var. D'dən YF yol var. Bu yanlış oldu. D'dən YF yol var. D'dən YF bu qələmlə sözümüzə baxmır. Bunları silərik. Bunları silərik. Bu şəkildə. D'dən C'ye yol var mı? D'dən C'ye yoxdur. Yəni bu silinməlidir. Okey. Əla. Daha sonra Y'dən CD, F'e yol var. Y'dən CD'ye yol, ancaq CD'ye yol var. CD'ye yol var. F'dən isə əlavə olaraq D'ye yolu var, qeyd olunub, B'ye yol var. Qeyd olunub, vəssalam. Bizdən soruşulurdu nə? Qrafın müəyyən edin. Deməli, AB, CDY 1, F də yalnız BD ilə əlaqəli. ABCDY 1-dir, F də yalnız BD ilə əlaqəlidir. İndi bunu cavab variantlarında axtaraq. Görək bunu hansılar uyğundur. Baxaq. A, B, C, D-Y 1, F isə yalnız B-də uyğundur. Elə göründüyü kimi A variantı uyğundur. A variantı bu şəkildə elə bizim qurduğumuz qraf kimidir. İndi keçək 6-cı suala. Deyir ki, A, B, C, D, Y təpələrindən ibarət qraf verilib. Bu qrafın çəki matrisində təpələri 1, 2, 3, 4, 5, 6 rəqəmləri ilə işarələnmişdir. Qrafdakı hansı təpənin hansı rəqəmlə ifadə olunduğu öncədən məlum deyil. Bunu təyin edərək A'dan Y-yə ən qısa yolun uzunluğunu tapın. A'dan Y-yə ən qısa yolun uzunluğu. Biz nə edəcəyik bu sualı tapmaq üçün? A'dan Y-yə ən qısa yolun uzunluğu. Bir qədər bu şəkildə yaxınlaşdıraq ekrana. Və indi isə baxaq. Deməli, bizdən soruşulur, A'dan Y-yə ən qısa yol, minimum. Burada necə tapırıq bu misalları? Göründüyü kimi, burada bir əlaqəsi olan təpə F-dir. Hansı sətirdə bir ədəd var? Bu 4-dür. 4. Deməli, F olur 4. Bəs bu 4 kimdən əlaqəlidir? FC ilə əlaqəlidir, düzdür? Biz də baxırıq ki, 4, 5 ilə əlaqəlidir. Çünki 4 ilə 5-in kəsməsində 20 var. Deməli, C 5-dir. Baxırıq ki, C 1, 2, 3, 4. 4 til çıxır C-dən. Başqa hansı təpədən 4 til çıxır? A təpəsindən. Deməli, başqa bir dörlü də var. Başqa bir dörlü sütun da var. Və həmin dörlü sütun 3-dür. Onda belə çıxır ki, A 3-dür. Çünki başqa dörlü yoxdur. Dörlülər A ilə C-dir.
C artığı məlumdur, F ilə birləşmişdi, o 5 idi. Deməli, yerdə qalan 4-lü A olacaq. Okey. Y təbəsi, fikir versək, Y təbəsi 2 4-lü ilə, yəni 3 ilə 5 ilə birləşmişdir. Y təbəsi ikilidir, yəni 2-dən tel çıxır. Və 3 ilə 5 ilə birləşmişdir. Belə bir qraf hansıdır, belə bir təbə hansıdır? Biz görürük ki, bu 2-dir. Yalnız 3 ilə 5 ilə əlaqəsi var. 3 ilə 5 ilə əlaqəsi var. Ona görə də Y olur 2. Daha sonra baxırıq ki, D təpəsi həm D təpəsi üçlü təpədir. Həm A ilə, həm də C ilə əlaqəsi var. Y2-dir, onu da deyilir. Deməli, həm A ilə, həm C ilə əlaqəsi var, dördlərlə əlaqəsi var və özü də üçlüdür. Onda baxanda 3 ilə 5 ilə əlaqəsi olsun və özü üçlü olsun, görürük ki, bu 1-dir. Deməli, D1-dir. D1-dir. Onda B yalnız bir dənə rəqəm qaldı yerdə 6. Bizdən A ilə Y arasında ən uzunluq, ən qısa məsafəni soruşur. A ilə Y arasında. A-nın uzunluğu 3, daha doğrusu A-nın kodu 3, Y-nin kodu 2-dir. Bizdən 3 ilə 2 arasında ən qısa məsafəni soruşur. Əvvəlcə nə edək? Biz bu matrisin çəkilərini qeyd edirik. Yəni, matrisin tillərinin əmsalları çəkilər adlanır bildiyimiz kimi. Gəlin bunları qeyd edək, daha sonra bir-bir hesablamaq lazım olacaq. Bir-bir hesablamaq lazım olacaq. Rəngin dəyişirəm, fərqli rəngdən yazaq ki, qarışmasın çəkilər. Məsələn, 3-dən 2-yə, bu 25-dir. 25. 1-dən 3-ə 6-dır. 1-dən 3-ə 6-dır. 25. 1-dən 3-ə 6. 1-dən 5-ə 4. Bura 4 qeyd edirik. 1-dən 6-ya 6. 1-dən 6-ya 6. 2-dən 3-ə 25. 2-dən 3-ə 25 qeyd olunub. 2-dən 5-ə 12. Bura qeyd edirik 12-ni. 2-dən 5-ə 12 qeyd olunub, bitdi. 3-dən 1-ə 6 qeyd olunub. 3-dən 1-ə 6 qeyd olunub. 3-dən 2 25 qeyd olunub. 3-dən 5-ə 15. 15 bura qeyd edək. 15. 3-dən 6-ya 10 var. Bura qeyd olunur. 4-dən 5-ə 20 var. 4-dən 5-ə 20. Bura qeyd edək. 5-dən 1-ə 4 qeyd olunub. 5-dən 2-yə 12. 5-dən 2-yə 12 qeyd olunub. 5-dən 3-ə 15 qeyd olunub. 5-dən 4-ə 20 qeyd olunub. 5-dən 5-ə yoxdur, 6-ya yoxdur. 6-dan 3-ə 10, 6-dan 3-ə 10 qeyd olunub. 6-dan 1-ə 6 qeyd olunub. İndi isə gəlin, biz AY yollarını yazaq və ona uyğun məsafələri hesablayaq. Ona uyğun hesabları aparaq. Deməli, onda başlayaq. A-dan Y-yə getmək üçün hansı adımlar getmək lazımdır? Birincisi, A-nın özündən birbaşa Y-nin özünə. Onda olar 25. AY deməli AY bərabərdir 25. Daha sonra ACY bərabərdir 15 plus 12 27. Daha sonra ADCY bərabərdir 6 4 10 12 22. Daha sonra ABDCY
16, 16 ola 4, 20 ola 12, 32. Aha, daha sonra hansı yol qaldı? Başqa yol qalmadı. AYN dedik, ACYN dedik, ADCYN dedik, ABDCYN dedik. Və bu yolların arasından ən qısa məsafə göründüyü kimi 22-dir. 22-dir, yəni cavablar Y variantı. Keçid alaq növbəti suallara. 7-ci sual. Qrafda dövrələrin sayını müəyyən edin. Qrafda dövrələrin sayını müəyyən edin. Burada dövrələrin sayına baxırıq. Gəlin dövrələri yazaq. Dövrə nədir? Qapalı yola dövrə deyilir. Və dövrələrin ilk hərfi ilə son hərfi eyni olmalıdır. Bu cür fərqləndirilir. O zaman biz başlayaq. A, Y, C, F, A. Bu 1. ABDA. ABDA. Bu 2. ABDA. Bu 2. ADFA. ADFA. Bu 3. AYCFA dedik. ADFA dedik. ABDA dedik. AFDBA. AFDBA. Bunu dedik. Sonra keçək. AD, FCYA. ADFCYA. ADFCYA. Bu da aydındır. Daha sonra ABDFCYA. 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 Bu da bir dövrədir və beləliklə biz 6 mümkün dövrələri saya bildik. Uyğun variant Y variantı olur. Keçid alaq növbəti suala. 8-ci sual. A təpəsindən F təpəsinə D-dən keçməyən yolların sayını müəyyən edin. D-dən keçməyən yolların. Bu tip məsələlərdə D-dən keçməyən deyirsə, onda biz D təpəsinə gələn və D təpəsindən çıxan bütün tilləri bloklayırıq. Yəni, bunlar artıq yoxdur. D-dən çıxanlar da, D-yə gələnlər də bu şəkildə yoxdur. İndi başlayaq. Biz A-dan getməliyik F-ə. A-dan B-yə bir yol. C-yə yalnız B-dən gələn sayılır. O da 1 olar. Keçək F-ə. C-dən 1, A-dan 1, B-dən 1. Yəni Y 3 olar. Sonra keçək C-yə. C-yə gələn, D-dən gələn yol sayılmır. Yalnız B sayılacaq. O da 1-dir. C-dən də F-ə gələn yol 1-dir. Yəni F-ə baxanda C-dən 1, Y-dən 3, C-dən 1. 1, 3, 1. O da bərabərdir 5 olar. Uyğun variant A variantı olar. Keçildi 9-cu sual. Proqram yalnız 2-yə vurma və 3 vahid çıxma əməlləri yerinə yetirir. 7-dən 20 ədədini almaq üçün proqram ən azı neçə əməl yerinə yetirməlidir?
Bir neçə üsul ola bilər, amma burada yəni ən az məsələsi var. Ən az sayda. Ona görə də nə etmək olar? 7, 2 vurmaq 3 var çıxma. 7-dən 3 çıxarıq. 7 çıx 3. 4. 4-ü 2-yə vurarıq. 8. 4. 4-ü 2-yə vurarıq. 8. 8-dən 3 çıxarıq. 5. 5-i 2-yə vurarıq. 10. 10-u da 2-yə vurarıq. 20. Bu 8-dir belə. Geri gəlmişkən, buradan ayarlardan düzəliş edək. Və salam. Göründüyü kimi 5 əmr yerinə yetirilməlidir. Uyğun variant C variantıdır. 10-cu sual. Çəkili qrafda A təpəsindən K təpəsinə gedən ən qısa yolu müəyyən edin. Ən qısa yolu müəyyən edin. Gəlin görək bu sual necə həll olunur. Deməli, A-dan K-ya gedən ən qısa yol. A-dan K-ya ən qısa yol. Qeyd edirəm burada A-dan və K-ya. A-dan K-ya qədər ən qısa yol. Bütün yolları yazaq, görək ən qısa yol hansı olacaq. Bütün yolları yazaq. Birinci yol. Birinci. ADK. İkinci. ABCK. ABCK. Üçüncü yol. ACK. ACK. Dördüncü yol. Dördüncü yol. ADCK. ADCK. Beşinci yol. ACDK. ACDK. ADCK var. Bir de ACDK var. ACDK. Yine yol kaldı mı? ABDK var mı? ABDK var. Altıncı. ABDK. Aha. Daha sonra yeni yol kaldı mı? ABCK yazılır mı? ABCK yazılır bəli. ABCDK yazılır mı? ABCDK. ABCDK. Yoxdur. 7-ci yol. ABCDK. ABCDK. İndi isə bu yolların gəlin uzunluqlarını hesablayaq və bizə ən qısası lazımdır. ABCDK. ABCDK. Gəlin başlayaq. ADK 711. 18. ABCK 17. 674. ACK 12.4. 16. ADCK 7.4.4. 15. ACDK 12.4. 11. 27. ABDK 6, 8, 14, 11, 25. ABCDK 6, 7, 13, 14, 17, 28. 17, 11, 28. Bunların arasından göründüyü kimi ən qısası 15'dir. Yəni uyğun variant C variantı olur. Bu neçənci sualdır? Biz bunu yola saldıq. 10-cu sual. Keçək 11-ci suala. Çəkili qrafda ən uzun dövrənin ölçüsünü müəyyən edin. Ən uzun dövrənin ölçüsünü müəyyən edin. Yenə biz dövrləri yazmalıyıq. Başlayaq. Birinci olaraq yazırıq ABDA dövrəsi. ABDA. Və bu dövrənin uzunluğu ABDA 6, 14, 8, 28'e bölünür. İkincisi ABCA
13, 18, 31 bərabərdir. Üçüncüsü. AD, YCA. AD, YCA. Bu dövrənin uzunluğu 8, 11, 19, 5, 24, 24 plus 18, 42 bərabərdir. Dördüncü. 42 bərabərdir. Dördüncü. AD, YC, BA. AD, YC, BA. A'dan D'ye 8, D'dən Y 11, 19, 19 plus 5, 24, C'dən B'ye 7, 24 plus 7 neçə edir? 31 plus 6, 37. Daha sonra ADBC AD YC BA'nı gətirmişik. AC YD BA bunu gətirmişik. AC BDA AC BDA AC BDA 5-ci yazıq. 5-ci yazıq. A C B D A AC BDA bərabərdir. 18, 7, 25. 25 üstə gəl 14, 39, 39 plus 8, 47. 47. Aha, yenə var mı? AC, YD. Bu değil. AB, CY. Bu değil. ACB veyahut da ABDYCA 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 bir buna baxaq. A'dan B'ye 6, B'dən D'ye 14, 20, D'dən Y 11, 31, Y'dən S'ye 5, 36, S'dən D'ya 18, 54. Vəssalam bitdi və ən uzun da bizdə tapıldı. Ən uzun dövrə 54 oldu. Keçək 12-ci suala. Qonşuluq matrisinə görə qonşuluq siyahısını müəyyən edin. Burada bu təkrar sualdır demək olar ki, əvvəlki sualların birində baxdıq buna. Yəni, hər bir təpəni sadalma üsulu ilə qonşuluq siyahısını düzəltmək olur. Tutaq ki, A-nın hansı tillərlə birbaşa əlaqəsi var? B ilə, D ilə, Y ilə. Çünki burada müvafiq olaraq birlər əlaqənin olduğunu göstərir. Ona görə də elə variantları yoxlasaq olar. A, B, D, Y doğrudur. B, A, C, D, F, A, C, D, F doğrudur. Bu doğru, bu doğru. C'dən B ilə Y yazılıb. Doğrudur. D'də A, B, Y, F yazılıb. A, B, Y, F. D'də A, B, Y, F doğrudur. Y'də A, C, D yazılıb. Y'də A, C, D yazılıb. Doğrudur. F'də B, D yazılıb. Doğrudur.
Elə uyğun variant da A variantı olur. Çünki hər bir rəqəm, hər bir variant doğru gəlmişdir. Keçək 13-cü suala. A təpəsindən İ təpəsinə gedən yolların, müxtəlif yolların sayını müəyyən edin. Burada nəyə fikir verdik? Deməli, A-dan B-yə bir yol, B-dən D-yə bir yol, A-dan C-yə bir, Y-yə baxırıq, D-dən, B-dən, C-dən 3 yol gəlir, 3, F-ə baxırıq, 3 və 1, 4, 3 və 1, 4, H-a baxırıq, 3 və 4, 7, İndi C-yə baxırıq, 1, 3, 7, 11, İndi İ-yə baxırıq, 11 və 7, 18, yəni uyğun variant İ variantı olur. 14-cü sual. Prototip model münasibətini əks etdirmir. Yəni, orijinalı və modeli. Robotun məntiq quruluş sxemi, bəli, informasiya modelidir. Məktəbin şəkli, bəli, informasiya modelidir. Avtomobilin texniki təlimat kitabçası, bəli, informasiya modelidir. Kompüterin prosesoru və yaddaş qurulları isə xeyr. Kompüterin yaddaş qurulları və prosesorunun modeli deyil. Onun bir hissəsidir. Ona görə də uyğun variant D variantı. Yəni, əks etdirmir. Cavab D variantı olur. Keçirik riyazi modelə. Riyazi model nədir? Riyazi model proseslərin, obyektlərin düsturlarla, sxemlərlə, formal modellərlə, formal şəkildə, tənliklərlə verilmə üsuludur. Ona görə də obyektin elementləri arasında əlaqəni tənliklər şəklində ifadə edən model. Ona uyğun variant D variantı olar. Keçirik 16-cı suala. Obyektlər arasında əlaqə nə zaman ağac informasiya modeli ifadə olunur? Təbii ki, əlaqə iyerarxik struktura malik olduğunda elə variant uyğundur. Biologiyada canlılar aləminin bir-birindən məntiqi asılılığı, belə deyək, iyerarxik modeldədir. Kompüterdə faiz sistemləri iyerarxik modelə nümunə ola bilər. İnsanın nəsil ağacı təbii ki, bu da iyerarxik modeldir. 17-ci sual. Şagirdin çantasının hərəsindən 3 rəngdə olmaqla, qara, qırmızı və göy olmaqla qələmi, karandaşı və xətkeşi vardır. Şagird bu ləvazimatlardan fərqli rənglərdə və hərəsindən bir ədəd olmaqla neçə üsulla seçə bilər? 3 rəngi var, 3 ləvazimat var və fərqli rəng izləyir. Deməli, hər ləvazimatı bir rəng düşür. Ona görə də şagird burada nəyi var? Qələm, karandaş, xətkeşi var. Qələm, karandaş, xətkeş. Qələmi seçərkən ixtiyarı 3 üsuldan birini seçə bilər. Ya göy, ya qırmızı, ya qara. Tutaq ki, qələmi oldu qara. Onda karandaş üçün artıq 2 seçimi var. Göy, qırmızı. Tutaq ki, karandaş seçildi qırmızı. 2 üsul. Karandaş seçildi qırmızı. Onda xətkeş seçmək üçün artıq 1 üsul var. O da göydür. Ona görə də artıq 1 üsul var. 3 üsul, 2 üsul, 1 üsul. Cəmilikdə 6 üsul. Bu şəkildə yazma olar. Ağac modelini qurmaq olar. Vaxtımız çox getməsin deyə artıq onu qurmadım. Yəni uyğun variant C variantı olur. 18-ci sual. Bütün ağaclar qraf hesab olunur. Bəli, bütün ağaclar qraf hesab olunur. Əlaqəsiz qrafda dövrə ola bilməz. Ola bilər. Əlaqəsiz qraf götürürəm bir dənə. Baba, əlaqəsiz qrafdır. Dövrə var. Yəni bu yanlış cavabdır. Ağacda təpələrin sayı tillərin sayına bərabər ola bilər. Ağacda təpələrin sayı tillərin sayına bərabər ola bilməz. Çünki ağacda fikir verin, təpələrin sayı tillərin sayı. Tillərin sayı 4-dür, təpələrin sayı 5-dir. Ona görə də bu doğru deyil. Qrafda təpələrin sayı tillərin sayına bərabər ola bilər. Qrafda təpələrin sayı tillərin sayına bərabər ola bilər. Adətən bu əlaqəsiz qrafda ola bilər. Məsələn, elə yuxarıda qeyd etdiyimiz bu qrafa baxaq. Bu qrafda hal-hazırda neçə til var? 4 til var. Amma neçə dəfə var? 5 dəfə var. İndi buradan da bir til çəksən,
artıq 5 dəfə var və 5 til var. Ona görə də bərabər ola bilər. Bu doğru cavabdır. Ağac dövrəsiz əlaqəli qrafdır. Doğrudur. Ağacın elə tərifi budur. Dövrəsiz və əlaqəli qrafdır. Bu da doğrudur. Uyğun variantlar 1, 4, 5, yəni B variantı olur. 19-cu sual qonşuluq matrisinə əsasən A-dan Y-yə neçə müxtəlif yol olduğunu müəyyən edin. Hər dəfədən ən çoxu 1 til keçə bilər. Yəni biz burada qraf qursaq, bu A-dır. 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 A-nın əlaqəsi kimlə var? B ilə var, C ilə var. B, C, B. Bu B'dir, bu B'dir. Bu da olsun C. Sonra B-nin əlaqəsi var D, Y ilə, D, Y ilə. Bu D. Bu Y. Daha sonra C-nin əlaqəsi var D ilə, Y ilə. C-nin D ilə əlaqəsi var və C-nin Y ilə əlaqəsi var. Y ilə əlaqəsi var. Bu şəkildə Y ilə əlaqəsi var. Sonra D-nin F ilə əlaqəsi var. D-nin F ilə. Bura bir F artırırıq. Y-nin F ilə. Y-nin F ilə əlaqəsi var. F-in də artıq qeyd olunub. İndi A-dan Y-yə neçə müxtəlif yol olduğunu araşdırmalıyıq. Gəlin yuxarıda qeyd edək. A-dan Y-yə. A-dan Y-yə birbaşa yol yoxdur. Amma birinci yol A-C-Y yolu. A-C-Y. İkinci yol A-B yolu. A-B-Y. A-C-Y. İkinci yol A-B-Y. A-B-Y. Üçüncü yol A-C-D-B-Y. A-C-D-B-Y. Dördüncü yol. Dördüncü yol. A-B-D-C-Y. 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 Bu kadar yol var. Aha. A-B-D-C-Y. A-B-D-C-Y. Neçə müxtəlif yol var? Biz 3-ünü tapmışıq, 4-ünü tapmışıq. Aha, daha sonra A-B-F-Y yolu. 5-ci yolu. A-B-F-Y yolu. A-B-F-Y yolu. 6-cı yol. Yenə yol var mı? A-C-D-F-Y yolu. A-C-D-F-Y yolu. A-C-D-F-Y yolu. Bu da oldu 6 yol. Yəni uyğun variant D variantı olur. Keçid alaq 20-ci suala. Çəkim matrisinə əsasən qraf haqqında doğru fikirləri müəyyən edin. Əlaqəli qrafdır. Əlaqəsiz qraf olması üçün bir sütununda və ya sətrində boş olmalıydı. Sütun və ya sətr boş olmalıydı. Burada isə belə bir sütun və ya sətr yoxdur. Ona görə də bəli, doğrudur. Əlaqəli qrafdır. Yönəldilmiş qrafdır. Yəni diqraf. Yönəldilmiş qraf olsaydı baş diaqonala görə simmetri olmazdı. Amma burada simmetriya var. Fikir verin. 12, 12, 3, 3, 7, 7 və s. A-dan B-yə yol qeyd olunub 12, B-dən də yol qeyd olunub 12. Bu deməkdir ki, bu yönəldilmiş qraf deyil, yönəldilməmiş qrafdır. Yəni bu ifadə yanlışdır. Bu ifadə yanlışdır. Sonra keçid alaq 3-cü suala. 3-cü punkta. Qrafda Y təpəsi D və F təpələrinə tillə birləşir. Y təpəsi D və F-ə tillə birləşirmi? Xeyr. Qrafda yalqız təpə var. Yalqız təpənin olması üçün sətir və sütunlarda heç bir element olmalıydı. Yəni əlaqəsi qraf olmalıdır bu qraf. Amma bu deyil. Bu da yanlışdır. Qrafda dövrə var.
Qrafda dövrənin olub-olmamasını araşdırmaq üçün biz belə bir kiçik bir şey qura bilərik. Məsələn, A-dan B-yə yol var, düzdür? Bəs B-dən hara yol var? B-dən C-yə yol var. B-dən C-yə yol var. B-dən D-yə yol var. Bəs D-dən C-yə yol varmı? D-dən C-yə yol yoxdur. Bəs C-dən hara yol var? Y-yə yol var. C-dən Y-yə yol var. Bəs B-dən Y-yə yol varmı? Yoxdur. Bəs Y-dən hara yol var? Y-dən B-yə yol var. Var. Bəli, Y-dən B-yə yol var. Y-dən B-yə yol var. Elə buradan görsənir ki, artıq burada dövrə var. Artıq burada dövrə var. Ona görə də bu doğru cavabdır. 1-5 doğru variantımız olur. Yəni cavab Y variantı olur. Keçirik növbəti suala. 21-ci sual. Qonşuluq matrisinə uyğun qrafın əlaqəsiz olması üçün hansı təbələri birləşdirən til olmamalıdır? Bu suala cavab vermək üçün biz nə etməliyik? Qraf qurmalıyıq. A-dan hara yol var? B-C-yə. B, A-dan hara yol var? C-yə. B-dən hara yol var? C-yə. Qeyd edək. Sonra C-dən hara yol var? D-yə. Qeyd edək. D-yə. Daha sonra D-dən hara yol var? C-yə qeyd olunub. D-dən Y-F-ə yol var. Y-yə. Y-yə yol var. F-ə yol var. Və Y-dən də F-ə yol var. Və salam bitdi. İndi göründüyü kimi biz burada hansı tili götürsək qraf əlaqəsiz olar? Təbii ki, CD tilini götürsək. CD tilini götürsək, sol tərəfdə qalan təpələr ABC, sağ tərəfdə qalan təpələr DF ilə əlaqəsi kəsiləcək. Ona görə də uyğun variant CD variantı olar, yəni A variantı. Kesalıq 22-ci sual. 1, 3, 5 və 10 kiloqramlıq qablarda gavalı, albalı, çiyələk və əncir mürəbbələr saxlanılır. Qabların ikisi dolabda, ikisi stolun üstündədir. Məlumdur ki, albalı mürəbbəsi dolabda deyil. Çiyələk mürəbbəsi dolabda 3 kiloqramlıq qabda olan mürəbbənin yanına qoyulub. Əncir mürəbbəsi ən böyük qabdadır. Ən kiçik qab stolun üstündədir. Gavalı mürəbbəsi hansı qabda daha birləşir? Bu misalı həll etmək üçün cədvəl qurmaq yaxşı olar. Yazırıq gavalı, yazırıq albalı, sonra yazırıq çiyələk və əncir. Çiyələk və əncir. Daha sonra burada 1, 3, 5, 10 qeyd edirik. 1, 3, 5, 10. 1, 3, 5, 10. Sonra gavalı, albalı, çiyələk. Bunları qeyd edirik. Və gəlin başlayaq doldurmağa. Albalı mürəbbəsi dolabda deyil, çiyələk mürəbbəsi dolabda 3 kiloqramlıq qabda olan mürəbbənin yanına qoyulub. Çiyələk mürəbbəsi dolabda 3 kiloqramlıq qabda olan mürəbbənin yanındadır. Deməli, çiyələk özü 3 deyil. Minus qoyuruq. Əncir mürəbbəsi ən böyük qabdadır. Deməli, əncir 10-dur. Əncirə 10 yazaraq, sətir və sütun 10-da olanları minus yazırıq ki, digərlərini tapmağa kömək olsun. Albalı mürəbbəsi dolabda deyil, amma çiyələk mürəbbəsi dolabdakı 3 kiloqramlıq qabda olan mürəbbənin yanındadır. Deməli, bizdə bu gavalı ki var, gavalı. Deməli, dolabda olan 4 dənədən 3-ü dolabdadır. Albalı dolabda deyil. 3 kiloqramlıq nə çiyələk deyil, nə də əncir deyil. 3 kiloqramlıq albalı da deyil. Çünki 3 kiloqramlıq dolabdadır, amma albalı dolabda deyil. Ona görə də 3 kiloqramlıq yalnız gavalıdır. Bir daha deyəcəm. 3 kiloqramlıq qab çiyələk deyil, çünki çiyələyin yanındadır.
Çiyələk deyil, çünki çiyələyin yanındadır. Əncir deyil, çünki əncir 10-dur. Albalı deyil, çünki albalı dolabda deyil, amma bu 3 kiloqramlıq dolabdadır. Onda bu 4 deməli 4 meyvənin mürəbbəsinin içərisindən yalnız 3 kiloqramlıq olur gavalı. Uyğun variant gavalı və dolab. 3 kiloqramlıq və dolab, yəni A variantı. 23-cü sual. Turist A məntəqəsindən birbaşa C, oradan da birbaşa D məntəqəsinə getmişdir. Bunu da qrafını quraq. Turist A məntəqəsindən birbaşa B, oradan C-yə getmişdir. C-dən D-yə getmişdir. C-dən D-yə getmişdir. Daha sonra D-dən birbaşa B-yə getmişdir. Mən burada bir qədər düzəliş edeyim. Pozdan götürək, çünki birbaşa A-dan C-yə gedib. A-dan birbaşa C-yə gedib. Bunları düzəldim. Deməli, A-dan birbaşa gedib C-yə. Oradan birbaşa gedib D-yə. Daha sonra D-dən birbaşa B-yə gedib. Bura B olsun. Oradan da birbaşa F-ə gedib. Yəni, B-dən birbaşa gedib F-ə. F məntəqəsi ilə birbaşa əlaqəsi olan Y məntəqəsindən F məntəqəsi ilə birbaşa əlaqəsi olan Y məntəqəsindən B və C-yə birbaşa yol vardır. Y məntəqəsindən B və C-yə birbaşa yol vardır. Bu Y məntəqəsi olsun. Y məntəqəsi. Y məntəqəsindən həm C-yə, həm də B-yə birbaşa yol vardır. İndi F-dən A-ya neçə yolla qayıda bilərik? Başlayaq. Birinci yol. F, Y, C, A. İkinci yol. F, B, D, C, A. Üçüncü yol. F, B, Y, C, A. Aha. Növbəti yol. F, B. Deməli, 3 yol tapmışıq da, düzdür. F, Y, C, A. F, B, D, C, A. F, Y, B, D, C, A. Dördüncü yol. F, Y, B, D, C, A. Bu yolda artıq sonuncu yoldur. Neçə yolla qayıda bilər? 4 yolla. Daha başqa yol yoxdur. Keçirik növbəti suala. 24-cü sual. Qrafda A təpəsindən N təpəsinə gedən müxtəlif yolların sayı verilmişdir. Sayını müəyyən edin daha doğrusu. A-dan N-ə getmək üçün başlayaq. Birinci yol A-N yolu. İkinci yol A-B-N yolu. Üçüncü yol A-D-B-N yolu. Dördüncü yol A-D-S-B-N yolu. Aha. 4 yol tapmışıq, qeyd eləmişik. Daha başqa yol varmı? Xeyr, yoxdur. Doğru cavab 4. Keçid alaq növbəti suala. 25-ci sual. Səlimə, Səməd, Elnur, Elmir Bakı Dövlət Universitetində oxuyurlar və müvafiq kurslarda təhsil alırlar. Bu kimi məsələlərdə həll etmək üçün cədvəl qurmaq çox rahat olur. Yəni, gəlin başlayaq. Səlimə, Səməd,
Elmir, Elnur. Elnur, Elmir. İndi bu şəkildə quraq. Əyri olsa da əsas odur ki, biz verilənləri qeyd edək və başa düşək. Məsələ nədir burada? 1, 2, 3, 4. Deyir ki, Səməd ilk ilində deyil. Səməd birinci kursda oxumur. Elnur son kursda deyil. Elnur 4 deyil. Elnur 4 deyil. Elnur 4 deyil, Səməd də 1 deyil. Elmir universitetdə Elnuru artıq 3-cü ildir ki, tanıyır. Bu cümlədən belə çıxır ki, Elmir və Elnur ən azı 3 ildir ki, universitetdə oxuyurlar. Elnur 4-cü kursda oxuya bilmədiyinə görə, Elnur ən azı 3-cü kursdur. Ən azı deyiləndə, yəni yalnız 3-cü kurs qalır. Çünki ya 3-dür, ya 4-dür və 4-cü kurs artıq əvvəlki cümlədə imtina olunduğuna görə yalnız 3-dür. Deməli, biz bu doğru cavabı tapanda dərhal sətir və sütunlarda, həmin sətir və sütunlarda minusları düzürük ki, digərini tapmağa kömək olsun. Onda Elmir 4-cü kurs olur. Çünki Elmir də ən azı 3 ildir ki, universitetdədir. 3 ola bilmədiyinə görə 4 olacaq. Bunda bu şəkildə minusları yazırıq. İndi aydın olur ki, Səməd. Onda 1-ci kursdur. Səməd 1-ci kursdur. Bəs Səlimə neçənci kursda təhsil alır? Səlimə neçənci kursda təhsil alır? Səlimə neçənci kursda təhsil alır? Dəqiqə. Deməli, Səməd təhsilin ilkində. Səməd ilkində deyil. Mən Səliməyə minus qoymuşam. Səlimə yox, Səməd. İlk cümlədə Səməd təhsilinin ilk ilində deyil. Səməd bura minusdur. Səlimə isə plus olacaq. Deməli, doğru cavab oldu. Səlimə neçənci kursda təhsil alır? Cavab 1-ci kurs. Doğru cavab 1. Yəni, orada Səmədlə Səlimə sözlərini qarışdırdım laf əvvəldə. Ona görə də Səliməyə minus qoymuşdum, amma əslində Səlimə deyil o, Səməddir. Çünki Səməd təhsilin ilkində deyil. Yəni, Səmədə minus qoymalıyım. Səlimə 1-ci kurs olur. Vəssalam. 26-cı sual. Çəkim matrisinə görə yönəldilmiş qrafın A təpəsindən D təpəsinə gedən ən qısa yolu müəyyən edin. A təpəsindən D təpəsinə gedən ən qısa yol. Götürək belə bir qraf. Bura olsun A. A-dan B-yə var 12. A-dan C-yə var 15. A-dan C-yə var 15. A-dan D-yə var 16. A-dan D-yə 16. A-dan Y var 11. A-dan Y 11. Sonra keçək. B-dən C-yə 10 var. B-dən C-yə 10. B-dən D-yə 5. B-dən D-yə 5. B-dən D-yə 5. B-dən Y 9. B-dən Y 9. Bura 9 qeyd edək. C-dən D-yə 17. C-dən D-yə 17. Yeni burada yaxşı qeyd edək, bitməsin. Və Y-dən D-yə 4. Y-dən D-yə 4. Y-dən D-yə 4. İndi biz A-dan D-yə ən qısa yolu müəyyən eləməliyik. A-dan D-yə ən qısa yolu.
Deməli, A-dan D ən qısa yol. Başlayaq elə birinci sözündən. AD yolu. AD yolu bərabərdir 16-ya. AD yolu 16. Sonra keçirik. ABD yolu. ABD yolu bərabərdir 12 və 5, 17. Daha sonra ABYD yolu. ABYD yolu 12, 15, 27, o da 4, 31. Daha sonra ACD yolu. ACD yolu. A'dan C'ye 15, C'den de D'ye 17, 32. Daha sonra ABC D yolu. ABCD yolu. A'dan B'ye 12, B'den C'ye 22, C'den ABC D yolu. ABCD. 12, 10, 22, C'den de D'ye 17, 39. 39. Daha sonra deməli A'dan Y'ye AYD yolu. AYD yolunu demişik mi? AYD yolu 11 və 4, 15. Elə ən qısası da bu olacaq. AYD yolu 11 və 4, 15. Yəni ən qısa yol doğru cavab variantı 15 olur. 15. 27-ci sual. Bildiyimiz kimi zamana görə modellər ikiyə bölünür. Statik və dinamik modellər. Statik modellər zamana görə dəyişmə modellərdir. Şəkillər, çertujlar, sxemlər, düsturlar, kimyəvi, fiziki modullar, yəni müxtəlif kimyəvi birləşmələri əks etdirən və yaxud da fiziki düsturları, qanun ayolları əks etdirən düsturlar. Dinamik modellər isə zamanla dəyişən modellərdir. Fiziki prosesləri, kimyəvi prosesləri əks etdirən modellər, qrafiklər, çertujlar. Çertujlar xeyr, dinamik qrafiklər, yəni zamanla dəyişə bilən qrafiklər dinamik modellərə nümunə ola bilər. Ona görə də burada kimyəvi birləşmənin formulu bu statik modeldir. Buna A variantı uyğundur. Video çəkiş edən pilotsuz uçan aparat bu ümumiyyətlə model deyil. Boruda təzyiqin dəyişməsini hesablayan proqram dinamik olduğu üçün bu 2-yə uyğundur. Yəni C variantı 2-yə uyğundur. Daha sonra gün ərzində nisbi rütubətin dəyişkənliyi ifadə edən qrafik. Bu da dinamik olduğu üçün, dəyişkən olduğu üçün D variantına uyğundur. 2-yə uyğundur D variantı. Kitabın mündəricatı bu kitabın informasiya modelidir və dəyişməyən, yəni statik modeldir. Buna uyğundur. Birinci. 1-ə uyğundur A və Y, 2-yə uyğundur C və D. Keçid alaq 28-ci suallara. Çəkili qrafikda bütün dövrələri müəyyən edərək uzunluqları ilə birgə ifadə edin. Gəlin başlayaq. Birinci, dövrələr və uzunluqları. ABCA, ABCA 4, 5, 11 oldu 20. ABCA 20. İkincisi ACDA, ACDA. Burada nə var? ACDA 11, 7, 4, 22. Üçüncüsü ABCDA, ABCDA 4, 5, 4, 7. Buradan 11, buradan da 9, 20. ABCDA. Dördüncüsü ABCDA, ABCDA. AB4, BC5, 9, 9, 3, 12, Y'den D'ye 8, 20, D'den D'ye 4, 24. Beşincisi
Beşincisi. Bütün dövrlərin sayına. DYCD. 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 Bu da olacaq. Bu da olacaq. DYCD. 8, 3, 7. 18. 18 olur. Aha. Sonra yenə də baxırıq. Görək daha hansı qaldı. Görək daha hansı qaldı. ACYDA. ACYDA belə bir varmı? Xeyr, qeyd eləməmişik. ACYDA. ACYDA 11, 3, 14, 8, 22, 4, 26. Beləliklə 6 dövrə var və bu dövrələrin də uzunluqlarını qeyd eləmiş olduq. Keçək 29-cu suala. Qonşuluq matrisinə görə qraf informasiya modelini qurun. Qonşuluq matrisinə görə qraf informasiya modelini qurun. Burada da qrafın qurulması lazımdır. Qeyd edirik A. A'dan hara yolu var? B-yə. B. A'dan hara yolu var? C-yə. C-yə. A'dan hara yolu var? D-yə. D-yə. B-dən əlavə olaraq hara yol var? Y və F-ə. B-dən Y və F-ə yol var. Deməli, Y və F. Bu Y. Burada da F olsun. Burada da F olsun. F-ə. Sonra qeyd eləyək. C-dən Y-F-ə yol var. C-dən Y-F-ə yol var. Y və C-dən F-ə yol var. Daha sonra D-dən Y-F-ə yol var. D-dən Y-F-ə yol var. Qeyd eləyək. Onu da bura qeyd eləyək. Y-dən BCD-yə yol var. Artıq qeyd olunub BCD. F-dən olan yollar qeyd olunub. BCD-dir. BCD-dir. Doğrudur. Və bir də C nöqtəsi var. Yəni bu da yalqız təpədir. Heç bir qrafın digər təpələrinin heç birinə birləşməyib. Ona görə də bu qraf əlaqəsiz qrafdır. C nöqtəsi isə yalqız təpə adlanır. Bu şəkildə qurmaq olar. Keçdik növbəti suala, yəni sonuncu suala. Sonuncu sualda deyir ki, A-dan D-yə hər təpədən ən çoxu bir dəfə keçməklə gedən bütün müxtəlif yolları ağac informasiya modeli vasitəsilə qeyd edin. A-dan D-yə hər təpədən ən çox bir dəfə keçməklə gedən müxtəlif yolların ağac informasiya vasitəsilə qeyd edin. Necə qeyd edək? Buranı A qeyd edək. A-dan necə getmək olar D-yə? Birinci, birbaşa AD yolu. İkincisi, ABD yolu. ABD yolu. Üçüncüsü, ABSD yolu. ABSD yolu. Aha. Yəni A-ya gəlməklə, A-dan B-yə gəlməklə ya BD ya da BCD yolu getmək olar. Bu şəkildə A-dan D-yə. İndi A-dan C-yə gəlsək. A-dan C-yə gəlsək. Onda A-dan C-yə gəlsək. ACD yolu vermək olar. ACD yolu. Bir də ACBD yolu vermək olar. ACBD yolu. Bu şəkildə. ACBD. Yəni, belə bir, bu qrafı belə bir ağac informasiya modeli vasitəsilə vermək olar. Başqa yadımızdan çıxan bir yol qaldı mı? ACD-ni dedik, ACBD-ni dedik. ABD dedik. AD-nin birbaşa özünü dedik. ABCD onu da dedik. Və salam bununla da yekunlaşdı. Qraflar, yəni modelləşdirmə bölməsinin suallarının hamısına baxdıq və izahları yekunlaşdırdıq. Videonun sonuna gəldik.
Diqqətiniz üçün təşəkkürlər. Növbəti videolarda görüşmək ümidi ilə. Sağ olun.